Salam əziz şagirdlər, dəyərli biologiya həvəskarları, kanalımızın abunəçiləri və ümumiyyətlə bütün biologiya sevənlər. Bu videomuzda sizə 2025-26-cı ildə keçirilmiş Respublika Fən Olimpiadalarının 11-ci sinif biologiya 11-ci sinif suallarının ancaq 11-ci sinifdə işlədilənlərini izah etməyə çalışacağım inşallah. Çünki digər sualları artıq biz sizinlə bir neçə dəfə izah etmişik. Yəni 8-ci, 9-cu, 10-cu sinifdə düşmüş sualların təkrarlardır. Ona görə də o sualların üzərində dayanmayacağım. Demək, ilk sual belədir. Miller-Urey eksperimenti 1953-cü ildə aparılmışdı bu eksperiment. Canlı maddələrin yer üzündə ilkin şəraitdə necə yarana biləcəyini araşdıran ilk eksperimental modellərdən biridir. Bu eksperiment Amerikalı alimlər Stanley Miller və onun elmi rəhbəri Harold Urey tərəfindən aparılmışdır və abiogenez, canlıların cansız maddələrdən yaranması hipotezini yoxlamağı məqsəd qoymuşdur. Yəni bu təcrübə sizin üçün tanış olmayan bir təcrübə deyil inşallah. 11-ci sinif dərsliyində siz bu təcrübə ilə tanış olmusunuz və abiogenez nəzəriyyəsində bilirsiniz inşallah, təlimdə daha doğrusu bilirsiniz inşallah. Demək, hipotezini daha doğrusu. Eksperimentdə alimlər yer kürəsinin ilkin atmosferini modelləşdirmişlər. Bunun üçün qapalı bir şüşə sistemdə metan, baxın bunlara diqqət edin inşallah. Çünki sualı cavablandırmaq üçün sizə məhz deməli bunlar lazım olacaq inşallah. Baxın nədir? Metan, amonyak, hidrogen və su qarışığı yaradılmışdır. Sistemə davamlı olaraq elektrik qığılcımları verilmişdir ki, bu da ilkin yer şəraitində mövcud olduğu düşünülən ildırım enerjisini təqlid edirdi. Su buxarı soyudularaq yenidən maye halına keçmiş və dövri şəkildə sistemdə hərəkət etmişdir. Miller-Urey eksperimenti canlıların birbaşa yaranmasını izah etməsə də, həyat üçün lazım olan üzvü molekulların qeyri-üzvü maddələrdən təbii şəraitdə sintez oluna bildiyini elmi şəkildə sübut nümayiş etmişdir və bu gündə mənşə biologiyasında əsas istinad nöqtələrindən biri sayılır. Aşağıdakı şəkildə Miller-Urey qurğusunun sxemi verilmişdir. Demək, inşallah, gəlin buradan bizə, qurğu ilə o qədər işimiz yoxdur, gəlin burada bizə, bax, burada olan, yəni ilkin atmosferdə olduğu düşünülən qazların tərkibindəki atomları yazaq inşallah. Nə var orada? Hidrogen var gördüyünüz kimi, oksigen var, karbon var, bir də azot var. Çünki sual cavablandırmaq üçün sizə bunlar lazım olacaq inşallah. Bu qurğudan götürülmüş nümunədə verilmiş molekullardan hansına birbaşa rast gəlinə bilməz. Baxaq inşallah. Deməli, disulfid rabitələri əmələ gətirən amin turşu. Disulfid rabitələri nədir inşallah? Bilirsiniz ki, kükürdün iştirakı ilə əmələ gəlirdi. Yəni, zülalların üçüncülü quruluş alması zamanı yaranan bir rabitə idi. Kükürd lazımdır burada inşallah. Gördüyünüz kimi, burada nə yoxdur inşallah? Kükürdə rast gəlmişsiniz. Deməli, bu ola bilməz. ATF molekulunda nə vardır? Fosfor vardır. Ona görə də ola bilməz. DNT molekulunda nə vardır inşallah? DNT molekulunda fosfor vardır. Ola bilməz. Hidrofil amin turşularında karbon, hidrogen, oksigen və azot vardır. Ona görə bu ola bilər. Bunu seçdik. Yağ turşuları karbon, hidrogen və oksigendən ibarətdir. Bunu da seçirik. Fosfolipidlərdə yenə də fosfor vardır inşallah. Ona görə də bunlar da ola bilməz. Cavabımız nə oldu? Cavabımız oldu 4-cü və 5-ci, yəni Y variantını seçdik. Gördüyünüz kimi o qədər də çətin bir sual değildi. İkinciyə baxaq inşallah. Bu sualda yalnız 11-ci siniflərdə istifadə olunub. Maraqlı bir sualdır. Deyir ki, evkaryotların filogenetik inkişafında ikincil endosimbiyozun böyük əhəmiyyəti vardır və müxtəlifliyin artmasına səbəb olmuşdur. İkincil endosimbiyoz, secondary endosimbiyozis, bir evkaryot hüceyrənin artıq birincil endosimbiyot, məsələn, siyanobakteriyadan mənşə alan xloroplast, eyni zamanda bura nəyə əlavə edə bilərsiniz inşallah? Birinci endosimbiyozda bir həm də nə yaranırdı? Mitoxondri yaranırdı. Yəni, mitoxondrinin prokariot mənşəli olduğunu biz sizinlə bilirik inşallah. Daşıyan başqa bir evkaryot hüceyrəni udması prosesidir. Yəni, ilkin endosimbiyotun deməli, başqa bir, daha doğrusu bir evkaryot bir hüceyrənin artıq birincil endosimbiyot daşıyan başqa bir evkaryot hüceyrəni udması prosesidir. Nəticədə ev sahibi hüceyrədə yeni fotosintetik orqanel, yəni xloroplast formalaşır. Bu prosesin nəticəsində diatomlar, dinoflagellatlar və evglenoidlər kimi müxtəlif yosun qrupları yaranmışdır. Yəni, siz endosimbiyozu bilirsiniz inşallah. Bir evkaryot hüceyrədə onun nəyi yoxdur? Onun xlorofili yoxdur. Həmin evkaryot hüceyrə xlorofili olan və ya da ki, xloroplastı olan, daha doğrusu xlorofili olan başqa bir siyanobakteriyanı ta ki udur. Siyanobakteriyanı udduqda onun daxilində nə yaranır? Siyanobakteriyanın həmin
eukaryot hücrelerinin ilkin endosimbiontu yaradır. Daha sonra bunu da başqa bir hücrəyə udduqda artıq nə yaranmış olur? Xloroplast formalaşmış olur. Deməli belə, bizdən nə soruşuşlar? Deyir ki, ikinci il endosimbiyoz mürəkkəb hücrəyə daxili münasibətlər formalaşdıraraq fotosintez aparan orqanizmlərin əsas qruplarının meydana çıxmasına səbəb olmuş və həyat ağacını ilkin, yəni birincili endosimbiyoz hadisələrindən xeyli kənara doğru genişləndirmişdir. Deyir ki, aşağıdakı şəkildə birinci il və ikinci il endosimbiyoz nəticəsində xloroplastların əməl gəlməsi göstərilmişdir və bizdən soruşur ki, uşaqlar, sxemə əsasən verilmiş müddəalardan hansı və hansılar yanlışdır? Sxemdən nə anlayır uşaqlar? Verilənlərdən və sxemlərdən nə anlayır uşaqlar? İlkin xloroplast və eyni zamanda ikinci il xloroplastların yaranmasından söhbət gedir. İndi baxaq, deyir ki, bəzi avtotrof canlılarda xloroplastın 2-dən artıq membranı ola bilər. Baxaq uşaqlar, gördüyünüz kimi burada məsələn, burada gördüyünüz kimi nədir? Xloroplastın neçə membranı var? 2 membranı var uşaqlar. Amma burada isə gördüyünüz kimi xloroplastların artıq bir neçə membranı vardır. Ona görə də bu variant nədir uşaqlar? Bu variant doğru olacaq və sizinlə birincini bizdən yanlış soruşduğunu birini seçmirik. Bəzi avtotrof canlılarda xloroplastın daxilində nüvə ola bilər. Gəlin baxaq uşaqlar. Məsələn, burada gördüyünüz kimi xloroarachneofit burada gördüyünüz kimi uşaqlar xloroplastın daxilində nə vardır? Burada bu nöqtəni görürsünüz. Bu nöqtə onun daxilində nüvə olduğunu göstərir. Çünki bizə qəhvəyi rənglə nüvəni göstərmişdir. Deməli, bu variantda seçmirik. Doğru oldu. İkinci il endosimbiyozda formalaşmış canlılar miksatrof yolla qida alına bilərlər. Məsələn, burada nə vardır uşaqlar? Burada evglinalar vardır. Biz də sizinlə evglinaların miksatrof canlılar olduğunu bilirik. Deməli, bu variantda doğru olacaq. Yəni, bunu əslində bildiyiniz məlumatların əsasında cavablandıra biləcəyiniz bir sualdır. Dördüncü, filogenetik inkişafında ikinci il endosimbiyoz olan canlıların sitoplazmasında ancaq bir nüvə olur. Bizdən yanlışlar soruşur uşaqlar. Baxaq, gördüyünüz kimi, baxın, məsələn, kirpiklərə baxın. Kirpiklərdə gördüyünüz kimi bir yox, 2 dənə vardır, 2 dənə nüvə vardır. Ona görə də bunu nə eləmirik uşaqlar? Bunu seçmirik. Daha doğrusu bunu seçirik. Çünki bu yanlışdır. Və 5-ciyə baxırıq. İkinci il endosimbiyozla əmələ gələn canlıların hamısı işığı hiss etmək üçün işığa həssas qırmızı gözcüyə malikdir. İkinci endosimbiyozla əmələ gələn canlıların hamısı qırmızı gözcüyə malik deyirlər uşaqlar. Məsələn, kirpiklərdə bilirsiniz ki, qırmızı gözcük yoxdur. Ən azından bunu siz bilirsiniz uşaqlar. Ona görə də biz sizinlə bu variantda yanlış hesab edirik və cavabımız olur Y variantı. Bunu seçdik. Keçək növbəti suala uşaqlar. Növbəti sualda nə deyir bizə? Deyir ki, əvvəlki sualda sxemdə verilmiş A canlısı haqqında verilmiş fikirlərdən hansı və ya hansıları düzgündür? Baxaq uşaqlar, bu canlının xloroplastı birbaşa prokaryot mənşəlidirmi? Bəli, bu canlının baxaq uşaqlar, A canlısı görək hardadır? A canlısı gördüyünüz kimi buradadır uşaqlar və onun xloroplastı ilkin endosimbiyoz nəticəsində əmələ gəldiyinə görə siyanobakteriyadan öz başlanğıcını götürmüşdür və deməli prokaryot mənşəlidir. Ona görə də biz sizinlə bu cavabı doğru olaraq götürürük. Deməli, birincini götürdük uşaqlar. İkinciyə baxaq. Bu canlıda mitoxondrinin formalaşması ikinci il endosimbiyozla mümkün olmuşdur. Biz sizinlə mitoxondrinin birinci il endosimbiyozdan, yəni prokaryotlardan yarandığını bilirik uşaqlar. Ona görə də bu variant nə olacaq? Bu variant yanlış olacaq. Bu canlı yaşıl yosundur deyə bilərikmi? Sxemə yenidən qayıdaq uşaqlar. Bu canlı gördüyümüz kimi nəyə başlanğıc verir? Bu canlı gördüyümüz kimi ali bitkilərə başlanğıc vermişdir. Və biz də bilirik ki, yaşıl yosunlardan psilofitlərdən mamırlar və s. deməli bunlar deməli və eyni zamanda daha doğrusu bir istiqamətdə mamırlar, bir istiqamətdə isə psilofitlər inkişaf etmişdir və mamırların məsələn BDT sap şəkilli proteinemalarının olması və s. bütün bunların hamısının onların yaşıl yosunlarla BDT əcdadı yaşıl yosunlarla deməli qohum olduğunu göstərir və ona görə biz sizinlə burada buradan da nəticə çıxardaraq bunu deməli bu canlının yaşıl yosun olduğunu qeyd edə bilərik.
Bu canlı qamçıya malik olmamışdır ifadəsini biz buradan nəticə çıxarda bilmərik inşallah. Çünki yaşıl yosunların içərisində deməli qamçıya malik olan bir hüceyrəlidirsə qamçıya malik olan da var, olmayan da var. Yəni konkret olaraq buradan bu nəticəni çıxarda bilmirik inşallah. Yəni buna görə də bu variantı seçmirik. Əgər Evglena 2 qamçılı olsaydı orqanellərin quruluşuna görə tamamilə A canlısına bənzəyərdi ifadəsinə. Əgər burada baxın inşallah bu əgər belə deyək də A canlısıdırsa, o zaman qamçıya malik olduğunu görürük. Əgər deyir 2 qamçısı olsaydı, o zaman bütün orqanellərinə görə A-ya bənzəyərdi, A ilə eyni olardı, amma bu doğru olmayacaq inşallah. Çünki gördüyünüz kimi, deməli A orqanelində, məsələn xloroplastların özlərinin 2 membranlı olduğunu görürük. Daha sonra deməli bu membranların daha da artdığını müşahidə edirik və eyni zamanda qırmızı gözcüyün olması və s. yaşıl yosunlarda bilirsiniz ki, qırmızı gözcük yoxdur və s. ona görə də deməli tam ikisi bir-birinin eyni ola bilməzdi. Ona görə biz burada 5-cini də seçmirik və cavabımız oldu 1-ci və 3-cü B variantını seçdik. 4-cü sualı 10-cu sinifdə işləmiş inşallah. Onun üzərində durmayacağım. Sonra 5-ci suala gəlin baxaq. 5-ci sual Morgan təcrübəsinə aid olan bir sualdır. Yəni ilişikli hissliyə aid olan bir sualdır. Çətin sual deyil uşaqlar. Drozofil milçəklərində qəhvəyi əslində yəqin ki burada boz olmalıdır uşaqlar. Yəqin bu mexaniki bir səhvdir. Qəhvəyi bədən ölçüsü olan allel, yəni B, qara bədən ölçüsü olan allelə dominantdır və uzun qanad üçün olan allel qısa qanad üçün olan allelə dominantdır. Şəkildə görüldüyü kimi hər iki əlamət üzrə heterozigot olan bir drozofil milçəyi ilə qara bədənli və qısa bədənli, qısa qanadlı bir drozofil milçəyi arasında dihibrid çarpazlaşma aparılmışdır. Yəni deməli nə cürdür uşaqlar? Deməli genotiplər belədir. Birinci əlamət üzrə deməli heterozigot, eyni zamanda qanada görə də heterozigot oldu uşaqlar. Bu bir səsə nə idi? Rudiment olduğuna görə hər ikisi üzrə deməli resessiv olacaqdır. Mənim qələmim niyə belə işləyir? Demək belə şey olar. İndi baxaq, deyir ki, gözlənilən nəticə nə idi? Çarpazlaşma nəticəsində gözlənilən nəticə əslində hamısından birin biri idi uşaqlar. Yəni bir dənə boz bədənli uzun qanadlı, bir dənə boz bədənli qısa qanadlı, bir dənə qara uzun və bir dənə də qara qısa qanadlı milçək gözlənilirdi. Daha doğrusu nisbət bir olaraq sayı fərqli ola bilərdi. Amma gördüyünüz kimi inşallah 5 dənə boz bədənli uzun qanadlı, bir dənə boz bədənli qısa qanadlı, bir dənə boz qara bədənli uzun qanadlı və 5 dənə də yəni cəmisi belə deyək də 12 dənə fərd deməyə gəlib ki, bunların da paylanma nisbəti bax belədir inşallah. Deyir ki, bu əlamətlərin irsiyyəti ilə aparılan çarpazlaşma ilə əlaqədar hansı fikirlər düzgündür? Müşahidə olunan nəticələrin gözlənilən nəticədən fərqlənməsinin səbəbi bu iki genin eyni xromosom üzərində yerləşməsidir. Biz sizinlə burada deməli tamamilə Morgan təcrübəsinin nəticəsini görürük uşaqlar. Bu da nəyə aiddir? İlişikli irsiliyə aiddir. İlişikli irsilikdə nə zaman baş verdi uşaqlar? O zaman baş verdi ki, bu genlər eyni xromosomun üzərində yerləşsinlər. Yəni genlər yalnız eyni xromosomun üzərində yerləşəndə ilişikli şəkildə nəsil ötürə bilirlər. Ona görə də bunu doğru seçirik. Heyvan orqanizmlərdə bir nəsildə əmələ gələn bala sayı az olduğu üçün bu çarpazlaşma hər hansı fikri deməyə kifayət etmir. Bu variant yanlışdır uşaqlar. Bu verilən nəticəyə görə, məsələn bu 12 dənə balaya görə kifayət qədər buradan düzgün nəticə çıxartmaq mümkündür. Bu genlər arasındakı məsafə təxminən 16,67 marganoiddir. Gəlin bunu hesablayaq uşaqlar. 12 dənə nə vardır? 12 dənə yeni fərd vardır. Bundan 10 dənəsi nədir? 10 dənəsi valideyn əlamətlərini daşıyır. Budur valideyn əlamətini daşıyan, bir də budur valideyn əlamətlərini daşıyan və bu 10 dənə uşaqlar deməli təxminən 12-nin 83,3%-ni təşkil edir. Hesablasanız görərsiniz. Yerdə qaldı ikisi. Bu ikisi isə təxminən deməli 16,67. Yəni dövrlərlə gedir orada 16,66 gedir. Yuvarlaqlaşdırsa 16,67 olacaq təxminən. Ona görə də bu variant nə oldu? Bu variant doğru oldu. Dördüncüyə baxırıq. Nəticələr sərbəst paylanmada əldə olunan nəticələrə yaxın olduğu üçün genlərin eyni xromosomda yerləşib yerləşmədiyini müəyyən etmək mümkün deyil. Nəticələr heç də sərbəst paylanmada əldə olunan nəticələrə yaxın deyil uşaqlar. Orada hamısından eyni nisbətdə olmalıdırsa, burada gördüyünüz kimi fərqli nisbətlər vardır. Ona görə də cavabımız nə oldu? A variantı 1, 3. Sonra baxaq digər suallara. Deməli, altını işləmişik uşaqlar. Maraqlı suallar dəstinin hamısı. 7-də işləmişik gördüyünüz kimi. 8-i işləmişik.
9-u da işləmişik, 10-u da işləmişik, 8-ci sinifdə 11-i də işləmişik, 12-ni səhv eləməmişik, işləməmişik, baxaq ona. 12-ci sualda nə deyir? Deyir ki, aşağıdakı şəkildə təbii seçmənin 3 formasının qrafiki verilmişdir. Qrafik əsasən nə bilir uşaqlar? Gördüyünüz kimi A burada sonradan əmələ gələn B əvvəlki formadır. Deməli, yenə də B əvvəlki formadır, A sonraki formadır və eyni zamanda yenə B əvvəlki. Deməli, bu hansı seçməkdir uşaqlar? Gördüyünüz kimi B əvvəlki forma sağa doğru nədir? Sağa doğru sürüşdü. Hərəkət verici seçmədir. Bir istiqamətdə getdi gördüyünüz kimi. Hərəkət verici orta hədd gördüyünüz kimi salamat qaldı və deməli artdı. Nə oldu? Bu stabilləşdirici seçmə oldu. Stabilləşdirici seçmə. Mənim qələmim niyə belə yazır görsün. Və burada isə əlamət iki istiqamətdə parçalandı. Bu hansı seçmə oldu uşaqlar? Bu isə disruptiv seçmə oldu. Parçalayıcı seçmə oldu. Bizdən nə soruşur uşaqlar? Deyir ki, təbii seçmə formulları ilə əlaqədar verilmiş ifadələrdən hansı səhvdir? Baxırıq. Allel tezlikləri arasında birincidə, allel tezlikləri arasındakı fərq ikincidə kəskin artır. Arta bilməz uşaqlar. Çünki bu nədir? Bu orta həddir və orta həddə gördüyünüz kimi allel tezliyi hər hansı bir istiqamətdə dəyişmir. Ona görə də bu variant nə olacaq? Yanlış olacaq. Üçüncü populyasiyanın parçalanmasına gətirib çıxara bilər. Bəli, populyasiya gördüyünüz kimi iki istiqamətdə nədir? Ayrıldı. Dominantlar və resessivlər istiqamətində ayrıldı. Yəni burada necə idi uşaqlar? Deməli, dominant heterozigotlar və resessiv heterozigotlar istiqamətində neydi? Ayrılırdı, parçalanma gedirdi. Deməli, bu variant doğru olacaq. Birinci mövsümü və ya müvəqqəti xarakter daşıya bilər. Bəli, hərəkət verici seçmə bəzən mövsümü xarakter daşıya bilər və ya da ki, müvəqqəti xarakter daşıya bilər. Məsələn, toz ağacı qarışcasının sayının artması, sənaye şəhərlərində sayının artması bu nə ilə əlaqədardır? Bu şəhərlərin çirklənməsi ilə əlaqədardır. Əgər belə deyək də həmin ərazidə hava, atmosfer təmizlənsə və ya da ki, oradakı ağaclar kimsə təmizləsə üzərini və nə olacaq? Təzədən əvvəlki vəziyyətinə qalır. Yəni ağların sayı artacaq, yəni mövsümi xarakter daşıya bilər. Hər üç seçmə forması populyasiyada hər hansı bir allelin üstünlüyünü aradan qaldırır ifadəsi deməli doğru olmayacaq uşaqlar. Məsələn, hərəkət verici seçməyə baxaq. Hərəkət verici seçmədə hər hansı bir allel üstünlük qazanır və həmin istiqamətdə belə deyək də bir seçmə gedir uşaqlar. Ona görə də burada bu üstünlüyü aradan qaldırır deyə bilmirik. Stabilləşdirici seçmədə bunu deyə bilərik, amma hərəkət verici seçmədə məsələn biz bunu deyə bilmirik uşaqlar. Ona görə də burada dördüncü də nə olacaq? Dördüncü də yanlış olacaq. Ona görə də A variantını sizinlə burada seçdik. Digər sualların hamısı səhv eləmirəmsə işlənmiş suallar aşağıdır. Uşaqlar baxaq. Aşağıya doğru getdikcə baxaq. Bunların hamısını sizinlə işləmişik və deməli baxaq 18, 19, 20 hamısını müxtəlif siniflərdə işləmiş uşaqlar. Ona görə də bunların üzərində artıq dayanmayacağım. Beləliklə bu da 11-ci sinifin digər siniflərdə istifadə olunmayan suallardır. Düşünürəm ki, bütün suallar düşünüləcək, üzərində dayanılması, üzərində işlənməsi, düşünülməsi maraqlı olan suallar idi. Müəllifə təşəkkür edirəm. Zeyninə sağlıq və hər birinizə də uğurlar arzulayıram. Növbəti turda hər birinizi görməyi arzulayıram və özünüzə yaxşı baxın, sağlıqla qalın. Növbəti videolarda görüşənə qədər.